Deməli, bu sualda natrium asetatın hidrolizindən danışır. Natrium asetat budur, bax. CH3, COO, natrium. Bunun əsas qalığı olan natrium qüvvətli əsasın qalığıdır. Turşu da CH3, COH-ın qalığıdır. O da zəif turşudur. Necə turşudur? Biz zaten mühiti bilirik. Qüvvətli əsas zəif turşudan əmələ gələn duzların hidrolizi zamanı mühit necə olur? Qələmli. İstəyirsiniz bunun hidroliz tənliyini də siz üçün yazın. Məncə yazsam yaxşı olar. CH3, COO, natrium plus HOH bizə nə verəcək? CH3, COOH plus natrium OH. Bu molekülər tənlikdir. Bunun tam iyon tənliyi yazanda olur CH3, COO mənfi plus natrium müsbət plus HOH. Bunu parçalar necə zəif elektrolitdir. Bu bizə verir natrium müsbət, OH mənfi. Natrium müsbətdən işə yaramır. Vur geçsin, qısa iyon tənliyində nətər olacaq? CH3, COO, üstəcə HOH. Bizə verəcək CH3, COOH plus OH. İndi uşaqlar, bu prosesin sonunda mən nə başa düşdüm? Mən başa düşdüm ki, mənim bərabərliyimin sonunda OH mənfilərin sayı çoxdur. Sağda da doğrusu. OH mənfi mühit nədir? Qələmi mühitdir, OH çoxdur. Bir dənə biz dönəm reaksiyalarda qatılıq artanda, kimin qatılığı artırsa onun əksinə yönəlir reaksiya. La Chatelier prinsipi. Yəni sən istəyirsən bu hidroliz prosesi güclənsin. Bu hidrolizdir. Bu nədir? Bu da hidrolizin əksi olan prosesdir. Bu hidrolizi gücləndirmək mi istəyir, zəiflətmək mi istəyir? Zəiflətmək. Deməli, əgər gücləndirmək istəyirsənsə, sən bu OH-ı buradan götürməlisən. Zəiflətmək istəyirsənsə, OH-ı nə etməlisən? Çoxaltmalısan. OH çoxalsa yönələcək reaksiya başlanğıca doğru. OH-ı azaltmaq istəyəcək. OH-ı çoxaltmaq üçün nə etmək lazımdır? Neyinin ki, burada OH çoxalsın? Mühitə qələvi əlavə elə. Mühitə məsələn natrium OH tök. Sən mühitə natrium OH töksən, mühitdə natrium müsbət və OH mənfilər çoxalacaq. OH mənfi çoxalan kimi də proses hansı tərəfə gedəcək? Başlanğıca tərəfə. Necədir sənin üçün? Başa düşdün? İndi mən istəyirəm bu güclənsin. Proses güclənsin, hidroliz prosesi. Mən bu OH-ı buradan götürməliyəm. O zaman bura mən turş tökərəm. Məsələn, H-klor. H-kloru bu qaba tökən kimi. H müsbətlər əmələ gəlib. Bunlar da OH-la birləşib bir hissə su yaradacaq. Bu yaratdığı üçün OH azalmış olacaq. O zaman OH azaldığı üçün də proses OH-ı artırmaq üçün sağa doğru, yəni hidrolizi gücləndirəcək. Tartı getdi. Əgər qələmi mühitdirsə, bir duzun hidroliz zamanı mühit qələvidirsə, istən güclənsin, turşu tök. İstən zəifləsin də qələvi tök. Əgər mühit turşdursa, istən hidroliz güclənsin, qələvi tök. İstən zəifləsin, turşun özünü tök. Aydındır? Evet.